Belə bir məsələnin həllinə baxaq. 30-cu və 50-ci departamentdə işləyən işçilərin soyadını və departament nömrəsini göstərən sorğu yazın. Soyadlar əlifba sırası ardıcıllığı ilə olsun. Sorğu aşağıdakı kimi olacaq. Select last name virgül department ID from employees veya department ID in 30 50 order by last name ask. Sonra onu işə salırıq və nəticəyə baxırıq. Gördüyümüz kimi department ID sütununda yalnız 50-ci və 30-cu departamentlər əks olunub. Və soyadların ardıcıllığı əlifba sırası ilə davam edir.